Xannənə hayanda qaldın. Belə başıma dolanma. Necə mən səni itirdim, da sənin tayın tapılma. Sən ölən gündən mən gəldim, məni götdü ayrı kəndə. Mən uşaq nə anlayaydım. Başımı qatıb uşaqlar, neçə gün mən orada qaldım. Qayıdıb gələndə baxdım, yerimi yığışdırıblar. Hanı xannənəm soruşdum. Dedilər ki, xannənənim aparıbla Kərbəlaya, ki şəfasını oradan alsın. O mən olmasam yanında özü heç yerə gedəməz. Bu səfər nə olubdu, mənsiz ördək qoyub gedibdi. Hamıdan acıq edərkən hamıya acıqlı baxdım. Sonra başladım ki, mən də gedirəm onun dalınca. Dedilər səninki tezdir. İmamın məzarı üstə uşağı aparmaq olmaz. Sən oxu Quranı tez çıx, sən onu çıxınca bəlkə gələ xannənə səfərə. Tələsik yalanlamaqda oxuyub Quranı çıxdım ki, yazam sənə gəl indi, daha çıxmışam Quranı. Neçə il bu intizarla günü, həftəni sanardım. Ta yavaş yavaş göz açdım, anladım ki, sən ölübsən.